Sizcə marketinq BTL brendə nə kimi əlavələr edir, nə qatır brendə? Belə deyim, biz öncə marka bizə gəldikdə onun ehtiyaclarını araşdırırıq ki, nəyə ehtiyac var və bizdən gözlədiyi nəticə nədir? Bu marka bu vaxta qədər hansı aktivlikləri eləyib, nəticələri nələr olub? Buna bir baxırıq. Harda boşluqlar olub və istədiyi nəticəyə niyə görə çata bilməyib və yaxud da çatıbsa bunu davamlılığa niyə çevirə bilməyib? Amma bu o demək deyil ki, bir marka, brend özünü reklam eləyirsə, davamlı olaraq BTL-də, ITL-də iştirak eləyirsə, onun hardasa boşluğu var. Xeyr. Prosta davamlılığa çevirmək istəyir və müştərinin yadında, ağlında artıq özünü daha yadda qalan hiss etmək istəyir. Marketinq sadəcə olaraq satış hiyləsi deyil, post paylaşmaq deyil. Biraz öncə dediyim kimi, doğru anda doğru mesajı doğru insana çatdırmaqdır. Məsələn, bir məhsul çıxırsa, artıq hər bir məhsulun öz alıcısı var və ona necə xitab etmək lazımdır, bunu necə davamlılığa çevirmək lazımdır. Bunu artıq marketinqdə və BTL-də formalaşır. Nə qazandırır deyəndə, insanla məhsul arasında bir bağ yaradır, etibar yaradır, güvən yaradır, davamlılıq yaradır. Yəni belə.